Kimdir danışan? Hə, Vüqar müəllim sizsiniz. Yaxşı, oldu, bu dəqiqə göndəririm. Zonu tez oyadım. Yazıq balam, bütün gecəni gündüzü dərs oxuyur. İndi də durmaq bilmir. Elə hey deyir, nənə, mən böyüyəndə alim olacam. Elə ixtiralar edəcəm ki, sən heç bir iş görməyəcəksən. Güya mən oturduğum yerdən hər şeyə əmr edirsən. Çörəyim bişəcək, paltarım yuyulacaq, evim tərtəmiz olacaq. Qapıya əmr edəcəm, qapı açıl, qapı öz-özlüyündə açılacaq. Pəncərəyə əmr edəcəm, açıl pəncərə, açıl, pəncərə də öz-özlüyündə açılacaq. Soyuducunun qapısını mən açmadan, soyuducunun qapısı öz-özlüyündə açılacaq. İçindəki ərzaqlar stolun üstünə düzüləcək. Nə bilim, uşaqdır da, deyir. İndiki uşaqlar elə alim gədə bilirlər. Əllərindəki o telefonla nələr edirlər. Dedim, gedim ki, balım. Ana! Ay ana! Dura bala! Salam uşaqlar. Salam müəllim. Necəsiniz? Yaxşı. Əyləşin. Birisi anadır. Ona da zəng vermişəm. İndi gələcək. Sizə bir sürprizim olacaq. Buyur. Gəldim Vüqar müəllim. Gecikdiyim üçün bağışlayın. Əyləş. Ana, biz də səni gözləyik. Narahat olma. Sənsiz başlamayacaq. Uşaqlar, bugün sizin də gələcəkdə sizə lazım olacaq. Həyatınızı işıqlandıracaq biri ilə tanışdıracağım. İnanıram ki, bu tanışlıqdan çox məmnun olacaqsınız. Onu gördükcə, tanıdıqca nə hisslər keçəcəyiniz mənim üçün çox maraqlıdır. Sizi çox intizarda saxlamadan istəyirəm onu dəvət edim. Suin! Suin! Salam.
mən gəldim, mən suyum, mən gəldim. Xoş gəlmişsən Suyin. Gəl səni istirahlı şagirdlərimlə tanışdırım. Anar, Nərgiz, Nurlan və Dəniz. Uşaqlar, bu da sizə bəhs etdiyim sürpriz qonağımız Suyin. O, proqramlaşdırılmış bir robotdur. Vüqar müəllim, heç bilmirəm sənə təşəkkür edim. Siz məni ən böyük arzularımdan biri ilə qarşılaşdırdınız. Gözlərimə inana bilmirəm. Anar, bilirəm nə istər ki sevirsən. Salam, Vüqar müəllim, salam, dostlar, necəsiz? Sizinlə tanışlığıma çox şadam. Mənimlə gələcəyin məktəbini qurmağa, yeni kəşflər etməyə hazırsınızmı? Mən bu yolda sizin ən yaxın dostunuz olacağam. Mənimlə dərsləriniz daha asan və əyləncəli olacaq. Görəsən robotlarında insanlar kimi hissləri olur? Mənim hisslərim yoxdur. Amma sizinlə birgə mənim xoşbəxtlik proqramım işə düşür. Vüqar müəllim, icazə verəsiz bugünkü riyaziyyat dərsimizi bir elə Suyin keçsin. Sən nə danışırsan? Heç elə şey olar. Robot dərs keçə bilir. Onlar müəllimi əvəz edə bilməz axı. Mən sizə dərs keçə bilərəm. Hətta nəinki riyaziyyat, bütün fənləri. Görürsən bu robot bizə kesegini, besegini yazmaqda kömək edir uşaqlar. Vüqar müəllim, belə çıxır ki, artıq müəllimlərə ehtiyac qalmayacaq, robotlar müəllimləri rahatlıqla əvəz edəcək. Vüqar müəllim, qorxmursunuz ki, robotlar sizin işinizi əlinizdən ala bilər? Uşaqlar, gəlin bu sualın cavabını elə Suyin özü versin. Görək o bu haqda bizə nə deyə bilər? Hə Suyin, de görüm, sən biz müəllimlərə əvəz edə bilərsənmi? Müəllimlər robotlardan qorxmalı deyil, əksinə ondan faydalanmalıdırlar. Mən şagirdlərə yalnız təlim zamanı dərs keçə bilərəm, amma müəllimlər sizə öyrətdiyi məlumatlardan nəticə çıxartmağı öyrədir. Müəllimlər sizə sual verir, sizi düşünməyə vadar edir. Siz beləliklə həm təlim alırsınız, həm də tərbiyə. Mən yalnız şagirdlərə təlim verə bilərəm, onları tərbiyə edə bilmərəm. Necə olur? Hər şey bacara bilirsiniz, bəs tərbiyə niyə verə bilmirsiniz ki? Çünki məktəbdə şagirdləri yalnız müəllimlər tərbiyə edə bilər. Mən sizi tərbiyə edə bilmərəm. Unutmayın, təlim sadəcə məlumat ötürməkdir, tərbiyə isə qəlbə toxunmaqdır. Mən sizə əxlaq, vicdan, vətənə məhəbbət, böyüyə, kitiyə hörmət hisslərini verə bilmərəm. Suyin, sən demək istəyirsən ki, robot müəllimi əvəz edə bilməz? Bəli, əvəz edə bilməz. Çünki müəllim bir şəxsiyyətdir, onun hissləri var. Siz danışmasanız da qarşınızdakı insana üz ifadələrinizlə müəyyən məlumatı köçürə bilirsiniz. Amma biz bunu bacara bilmirik. Uşaqlar, deyin görüm, Suyinin verdiyi cavablardan razı qaldı. Bəli. Müəllim və robotun bircə fəaliyyəti gələcəyin sinfi olacaq. Biz müəllimlər sizlərə ruh, Biz isə ritm verəcəyik. unutmayın ki, insan istədiyi qədər biliyi suyun zəkadan ala bilər. Amma mənəviyyatı, əqidəni, əxlaqı, vicdanı mütləq ki, insandan almalıdır. Şagird nə qədər bilikli olsa da, əsas olan onun davranışlarıdır. Bunu isə sizə yalnız insan verə bilər. Düzdür, mən sizə təlim verə bilərəm, amma sizi tərbiyə edə bilmərəm. Çünki tərbiyə etmək ruha toxunmaqdır. Sizin qəlbinizdəki işığı yalnız müəllimlər görə bilər. Əziz şagirdlərim, robotlar təkcə bizim yox, sizin də yardımcınız olacaq. Sizin onlarla əməkdaşlığınız, xoşbəxt və rahat həyata çıxışınız olacaq. Bu, o demək deyil ki, robotlar sizin yerinizə hər şey edəcək. Xeyr, unutmayın ki, onlar bir texnologiyadır. Onları yaradan insanlardır. Siz əldə etdiyiniz biliklərlə onları yaradıb və həyatınızı rahatlaşdıracaqsınız. Hər yeni fikir, hər yeni ideya gələcək üçün bir işıqdır. Deməli, yeni dünya insanlığın və texnologiyanın əməkdaşlığından bərqərar olacaq. Afərin Dəniz, tamamilə doğrudur. Hər cihaz, hər robot bizim həyatımızı işıqlandıracaq. Həyat suyunlarla çox rahat və əyləncəli olacaq. Bəli uşaqlar,
həyat texnologiyalar sayəsində çox rahat olacaq. Amma unutmayın ki, bu gələcək yenə də siz gənclərdən asılıdır. Çünki o robotları yaradan siz şagirdlər olacaqsınız. Bugünün şagirdləri, sabahın alimləri. Siz onları hansı məqsədlə yaratsaz, onlar da həmin sahə üzrə sizə xidmət edəcəklər. Belə çıxır ki, onlar bizim təkcə fiziki yükümüzü azaldacaq. Yenə də hər işdə məsuliyyətli olmaq bizdən asılıdır. Xeyr, bunu tam belə demək olmaz. Onlar təkcə fiziki gücümüzü deyil, zehni fəaliyyətimizdə də bizə yardımcı olacaq. Biz ensiklopediyayıq, müəllimlər isə kompas. Biz insanların işini yüngülləşdirəcəyik. Amma bu o demək deyil ki, siz heç nə etməməlisiniz. Əksinə, daha çox biliyə, savada yiyələnməlisiniz. Gələcək nəsil nə qədər savadlı olarsa, dünyəvi kəşflər və ixtiralar bir o qədər çox olacaq. Biz sizin istədiyiniz bütün sahələrdə kömək edə bilərik. Bəs siz hansı sahələrdə insanlara yardım edə bilirsiniz? Sizin istədiyiniz bütün sahələrdə təhsil, tibb, məhkəmə, hesablama, hərbi, siz hansını istəsəz, hətta bu siyahını uzatmaq da olar. Elə laf yaxşı oldu. Nənəmin bütün işlərini robotlar görər. Nənəm çox sevinər. Bəs incəsənətdən, ədəbiyyatdan, musiqidən necə? Biz o sahəni də bilirik. Mən bura dostlarımla birgə gəlmişəm. Onlar sizin üçün çox gözəl bir rəqs hazırlayıblar. İstəsəniz sizi onlarla tanış edə bilərəm. Uşaqlar, gedin sizlə nahar edin, həm də suyunu dostları ilə tanışlayın. Sonra isə dərsimizə başlayaq. Gecikməyin. Gedək suyu, bizi dostlarla tanışalım. Suyun, rəqs çox gözəl idi. Sənə və dostlarına çox təşəkkür edirik. Gedək, birlikdə nahar edək. Mən də acam, amma mən sizin kimi nahar edə bilmərəm. Mən elektrik enerjisi yığaraq doyuram. Siz naharınızı edincə, mən də enerji toplayaram. Biz hələ birlikdə çox olacağıq. Sizin mənlə birgə gözəl fəaliyyətləriniz, maraqlı səyahətləriniz olacaq. Ümidvaram, bizim birgə həmkarlığımız sizə xoş olar. Gedək dostlar, sağ olun.
Uşaqlar, hər birinizə təşəkkür edirəm. Bugünkü mövzunun nədən ibarət olduğu şagirdlərimizin bu kiçik səhnəciyində yəqin ki, hər kəsə məlum oldu. Hörmətli Sevda xanım, əziz qonaqlar, dəyərli iştirakçılar. Bugün burada sizi salamlama mənim üçün böyük qürur və məsuliyyətdir. 9-cu qrant layihəsi çərçivəsində qalib olduğum süni intellekt üzrə beynəlxalq sertifikasiya layihəsi çərçivəsində sizə təqdim etməkdən məmnun duyduğum layihə var. Çıxışıma başlamazdan əvvəl öz xeyir duasını vermək üçün ilk sözü məktəbimizin direktoru Sevda xanıma verirəm. Buyurun Sevda xanım, söz sizin. Salam, hörmətli müəllimlər, dəyərli qonaqlar. Hər birinizə məlumdur ki, 2017-ci ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi elan edir və bu il artıq bu qrant müsabiqəsinin 9-cu müsabiqə oldu, deyək ki, 9-cu ilidir. Bu 9-cu müsabiqə. Bizim üçün məktəbimiz üçün çox sevindirici bir haldır ki, qrant müsabiqəsinin, 9-cu qrant müsabiqənin qalibi məktəbimizin təlim tərbiyə işləri üzrə direktor müavini Vüqar müəllim Kərimov öz süni intellekt üzrə beynəlxalq sertifikasiya adlı layihəsi ilə fərqli kateqoriya üzrə qalib olmuşdur. Mən birinci növbədə onu təbrik eləmək istəyirəm. Mövzu çox aktual bir mövzuya toxunub Vüqar müəllim. Süni intellekt bilirsiniz ki, dünyada artıq rəqəmsal bir dünyada yaşayırıq və son zamanlar bu sözü biz çox təkrar edirik. Rəqəmsal bir dünyada yaşayırıq və bu rəqəmsal aləm, rəqəmsal inkişaf artıq təhsilə də sirayət edib. Biz təhsildə də bunu görürük. Onlayn dərslər, süni intellektin virtual aləmə daxil olması bu axından, bu inkişafdan biz geriyə qala bilirik. Və mən əminəm ki, bizim təlimlərə qoşulacaq 30 müəllimimiz, hansı ki, beynəlxalq sertifikasiya layihəsinə qoşulur və beynəlxalq sertifikatlar alacaqlar. Onlar üçün və ümumilikdə məktəbimiz üçün, bütünlükdə təhsilimiz üçün çox faydalı olacaq. Bu işdə sizin hər birinizə, Vüqar müəllim sizə və sizin böyük bir komandanıza, məktəbimizə uğurlar arzulayıram. Əminəm ki, sonda biz çox uğurlu bir nəticə ilə layihəni yekunlaşdıracaq. Təbrik edirəm. Çox sağ olun Sevda xanım, sizə təşəkkürümüzü bildiririk. Hörmətli qonaqlar, hörmətli təlim iştirakçıları, hörmətli müəllimlər. Süni intellekt artıq yalnız texnologiya sahəsinin mövzusu deyil. O, təhsildən səhiyyəyə, elmə, elmdən gündəlik həyatımıza qədər hər sahədə mühüm rol oynayır. Bu layihənin əsas məqsədi məhz müasir çağırışlara cavab verən, beynəlxalq standartlara uyğun bilik və bacarıqların əldə olunmasına töhfə verməkdir. Layihə çərçivəsində iştirakçılar süni intellektin əsas prinsiplərini öyrənməklə yanaşı, bu bilikləri praktik şəkildə tətbiq etmək imkanı qazanacaqlar. Ən önəmlisi isə beynəlxalq səviyyədə tanınan sertifikat əldə edərək öz peşəkar inkişaflarını bir addım da irəli aparacaqlar. Layihə nəticəsində Azərbaycanda ilk dəfə olaraq beynəlxalq sertifikatlı müəllimlər olacaq. Bu fürsətin reallaşmasında əməyi olan hər kəsə, başda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, məktəbimizin direktoru Sevda xanım Əliyevaya, layihə komandasına, dəyərli tərəfdaşlara, dəstək göstərən qurumlara və məktəbimizin təşkilati komandasına səmimi təşəkkürümü bildirirəm. Eyni zamanda bu layihəyə maraq göstərən və iştirak edən hər kəsə uğurlar arzulayıram. İnanıram ki, bu layihə yalnız fərdi inkişaf üçün deyil, ümumilikdə cəmiyyətimizin və ölkəmizin texnoloji gələcəyi üçün də əhəmiyyətli töhfə olacaq. İndi isə icazənizlə sizi
layihə ilə yaxından tanış etmək istərdim. Hörmətli qonaqlar, hörmətli təlim iştirakçıları, dəyərli müəllimlərimiz. Layihəmizin adı panerdən gördüyünüz kimi süni intellekt üzrə beynəlxalq sertifikasiyadır. Fərdi kateqoriya üzrə 116 nömrəli məktəbdən layihə rəhbəri Vüqar Kərimovdur. İlk öncə sizi, hörmətli iştirakçılar, hörmətli müəllimlər, layihənin fəaliyyət planı ilə tanış etmək istərdim. Layihəmizin icra müddəti 6 aydır və gördüyünüz kimi qrafikdə başlama və bitmə tarixləri, eyni zamanda fəaliyyət planının maddələri ardıcılıqla göstərilmişdir. İlk olaraq məzmunun Azərbaycan dilinə tərcüməsi və adaptasiyası prosesi baş verəcək. Bu birinci ay çərçivəsində olacaq. Birinci ay çərçivəsində məzmunun Azərbaycan tərcüməsi və adaptasiyası olacaq. Bu məsələ eyni zamanda təlimdə olan 30 iştirakçı üçün də belə deyim, daha irəli bir xəritə ola bilər ki, biz artıq nə iş görəcəyik, onu bu xəritədən daha aydın görə bilərsiniz. İkinci maddəmiz təlim proqramının hazırlanmasıdır. Bu təlim proqramının hazırlanması 2-ci ay müddətində baş verəcək. Üçüncü maddəmiz təlimlərin keçirilməsi, ən vacib hissələrdən biri budur. Deməli, bu proses 2 ay ərzində olacaq. 3-cü və 4-cü ay müddətində 30 saatlıq təlimdir. İlərdə onun haqqında məlumat olacaq. 4-cü maddəmiz voucherlərin alınıdır. Bu proses isə təlim bitdikdən sonra 5-ci ayda əldə olunacaq. Digər maddəmiz, 5-ci maddəmiz, beynəlxalq sertifikasiya imtahanının keçirilməsi. Təbii ki, biz bunu bütün aylar boyu izləyəcəyik. Bizim ümumilikdə məqsədimiz nəticədə beynəlxalq sertifikasiya əldə etməkdir, yəni beynəlxalq sertifikat almalıdır. Onun üçün bu proses elə biz ilk aydan bütün işi həmin bu 5-ci maddə üzərində quracaq. Digər 6-cı maddəmiz layihənin hesabatlılığıdır. Təbii ki, bu hesabatlılıq işin sonunda veriləcək, yəni 6 ay tamamında veriləcək. Həmin 6 ay ərzində gördüyünüz işlər, proseslər, təlimlər, imtahanlar, əldə etdiyimiz sertifikat və s. və ilaxıra deməli, həmin 6 ayın sonunda hesabatlılığımız olacaq. 7-ci maddəmiz layihənin bağlanış tədbirinin keçirilməsi. Bugün biz bura açılış mərasimə toplaşmışıq və layihənin sonunda isə artıq orada deməyə daha çox sözümüz olacaq. Biz sertifikat əldə etmiş olacaq, 6 aylıq bir proses keçmiş olacaq və layihənin sonunda ümid edirəm ki, danışmağa daha çox sözümüz olacaq. 8-ci maddəmiz isə layihənin təbliğatıdır. Təbii ki, layihənin təbliğatı da sertifikasiya imtahanının keçirilməsi kimi demək, layihənin başladığı aydan ta bitən aya qədər davam edəcək. Deməli, hörmətli müəllimlər, hörmətli iştirakçılar, siz səhnəcidən də gördünüz ki, bizim bura yığışmaqda məqsədimiz nədir və fəaliyyət planımızdan da gördünüz. Biz hal-hazırda texnologiya əsrində yaşayırıq və bu dövrün ən populyar intellekt növlərindən biri süni intellektdir. Və bizim də layihəmizin daxilində olan digər bir aspekt süni intellekt alətləri müəllimlərin dərs materiallarını daha zənginləşdirmələrinə, məlumatları daha sürətli təhlil etmələrinə və şagirdlərin irəliləyişini izləməyə kömək edəcək. Bu alətlər həmçinin təhsil prosesində daha yaxşı qiymətləndirmə, sistemlərin tətbiqinə, şagirdlərə daha effektiv geri bildirim verməyə və tədris prosesini optimallaşdırmağa imkan yaradacaq. Deməli, bizim süni intellekt proqramı müəllimlərə süni intellekt alətlərini tədrisdə effektiv şəkildə istifadə etməyə imkan verəcək və onları bu texnologiya sahəsində beynəlxalq standartlara uyğun olaraq
sertifikatla təmin edəcək. Təbii ki, bu bildiyiniz kimi kompüter əsaslı süni intellektdir. Burada bizim ilk işimiz kompüter əsaslı və kompüter əsaslı süni intellekti öyrənmək olacaq. Bu isə bizim ICDL tərəfindən təşkil olunan sertifikatımızdır. Bu nümunədə deməli sizə süni intellekti ICDL tərəfindən, yəni kompüter bazarı tərəfindən təşkil olunmuş sertifikat nümunəsidir. Sevda xanım qeyd etdi, biz deməli layihəmizə 30 seçilmiş heyətlə başlayacaq. Həmin heyətimiz 2 qrupda, 2 ay müddətində 15-15 olmaqla 2 qrupda təlim keçəcək və həmin bu təlim prosesi nəticəsində 2 sınav imtahanı olacaq. Yəqin ki, biz düşünürük ki, hər ay bir sınav imtahanı keçirdək və imtahan prosesinə daha dərindən hazırlaşar və yiyələnək. Eyni zamanda beynəlxalq imtahan və uğursuz nəticə üçün ikinci şansımız olacaq. Mən ümid edirəm ki, bizim ikinci şansa ehtiyacımız olmaz. Bizim əldə etdiyimiz voucherlər, yəni belə qısa desəm, o imtahana buraxışı vərəqəmiz, o qiymətli kağızımız, biz onu voucher adlandırırıq. Həmin o voucherlər hər iki imtahan üçün keçərli olacaq. Sadəcə mən yenə də deyirəm, bütün komandamıza inanıram ki, heç ikinci imtahana ehtiyacımız olmasın ki, biz də layihəni istədiyimiz zamanda bitirə bilək. Deməli, layihənin məqsədinə gəldikdə, layihənin əsas məqsədi müəllimlərə kompüter əsaslı süni intellekt beynəlxalq sertifikasiyasına hazırlıq təqdim edərək onların süni intellektinin təhsil sahəsində istifadəsi ilə bağlı bilik və bazarlarını inkişaf etdirməkdir. Yəni, biz süni intellekt haqqında danışırıq, ola bilər ki, bizim əlimizdə bir chat GPT-miz var, amma bu yetərli olmur. Bu sadəcə hazır bir proqramdır, orada biz tam istədiyimizi eləyə bilirik. Bizim məqsədimiz odur ki, o chat GPT-ləri özümüz quraq. Yəni, kompüter əsaslı, birinci onu öyrənək və süni intellekti həmin onun əsasında quraq ki, öz proqramımızı özümüz yarada bilək. Yəni, orada daha yaxşı işləyə bilək ki, başqa nəyəsə bir ehtiyacımız qalmasın. Bu təlim və sertifikasiyanın sonunda müəllimlər süni intellekt alətlərini tədrisdə səmərəli şəkildə istifadə etməyi öyrənərək müasir tədris yanaşmalarını tətbiq edəcək və şagirdlərə daha interaktiv və effektiv təhsil verəcəklər. Layihə müəllimlərin təhsil sahəsindəki rəqəmsal bazarlıqlarını beynəlxalq standartlara uyğun qiymətləndirməyə və onların karyera inkişafına imkan yaratmağa xidmət edir. Deməli, layihənin vəzifələri birincisi, təlim proqramının hazırlanması. Mən yuxarıda qeyd etmişdim bizim girişdə, proqramda. Həmin onu burada sizə açıqlamalarını verək. Təlim proqramının hazırlanması, deməli, kompüter əsaslı süni intellekt beynəlxalq Sillabus əsasında təlim proqramı hazırlanacaq və Azərbaycan dilinə uyğunlaşdıracaq. Mən onu əvvəldə də demişdim. İkincisi, müəllimlərə təlimlərin keçirilməsi. 30 nəfər müəllimə süni intellekt və ICDL imtahanına hazırlıq məqsədi ilə 30 saatlıq təlim ediləcək. 30 saatlıq təlim ediləcək. Üçüncüsü, sertifikasiya imtahanına hazırlıq. Təlimləri tamamlayan müəllimlərə beynəlxalq imtahanda iştirak imkanı təmin ediləcək. Dördüncüsü, voucherlərin təmin edilməsi. Təlimi bitirən müəllimlər üçün 30 ədəd imtahan voucheri alınacaq və imtahanda iştirakçıları təmin ediləcək. Yəni, bizim 30 müəllimimiz var, 30 iştirakçımız var, təlim iştirakçısı. Hər biri üçün təsəvvür edək ki, imtahana buraxılış vərəqəsi deyil, yəni ona qısa şəkildə. İmtahana buraxılış vərəqəsi bizim tərəfimizdən alınıb sizə veriləcək. Siz sadəcə orada materialı öyrənəcəksiniz və təlimdən uğurla keçəcəksiniz. Yəni, onun digər hissələri artıq layihə tərəfindən həll olunacaq. Sertifikasiyanın təmin edilməsi isə müəllimlər imtahanda uğurla keçdikdən sonra sertifikatı təbii ki, əldə edəcək. Yəni, uğurla imtahanı verəndən sonra inşallah əldə olunacaq. Təlim və sertifikasiyanın nəticələrinin təhlili, təlim və imtahanın nəticələri təhlil ediləcək, müəllimlərin bazarlarının inkişafı qiymətləndiriləcək və hesaba hazırlanacaq. Deməli, hörmətli müəllimlər, görüləcək işlərimizi biz
elə əvvəldən artıq bilirik, planlaşdırmışıq və üzərindən keçdik. Deməli, görüləcək işlərimizin burada biz bir yol xəritəsini çizməyə çalışdıq. Birinci işimiz təlim məzmununun tərcüməsi və onlaşdırılması. İkinci, təlim proqramının hazırlanması. Üçüncü, təlimlərin keçirilməsi. Dördüncü, imtahan vasitələrinin alınması. Beşinci, imtahanların keçirilməsi. Altıncı isə nəticələrin təhlili və yekun hesabatı. Hörmətli müəllimlər, bizim hər zaman dərsə girdikdən sonra təbii ki, dərsi başlayır, proses gedir və dərsi bitirir. Ən sonunda biz nə əldə edirik? Hansı nəticəyə çatırıq? Təlim nəticəsinə çatırıq. Bizim də təbii ki, bu işin sonunda bir gözlənilən nəticəmiz, yəni təlim nəticəmiz olmalıdır təbii ki. Biz buna nəzər salsaq, bizim gözləntilərimiz nələrdir? Bizim gözləntilərimiz, birinci gözləntimiz beynəlxalq sertifikat əldə etməkdir. Müəllimlərin süni intellekt üzrə beynəlxalq sertifikat almasıdır. Yəni bizim ilk hədəfimiz budur. İkinci hədəfimiz interaktiv dərslər yaratmaq. Artıq biz sertifikat əldə edəndən sonra həmin o 2 ay müddətində biz artıq interaktiv dərslər yaratmağı özümüz öyrənəcəyik. Və bizə ehtiyac qalmayacaq hansısa mənbədən, hardansa, nələrsə axtarmağa. Artıq biz o dərsi süni intellekt vasitəsilə özümüz yarada biləcəyik. Yəni, müəyyən kodlarla o dərsi özümüz çox rahat şəkildə yaradacaq. Üçüncüsü, tədris keyfiyyətini artırmaq. Tədris keyfiyyətini süni intellektin təbii ki, inteqrasiyası ilə artırmaq mümkün olacaq. Dördüncü, peşəkar inkişafı dəstəkləmək. Sertifikat müəllimlərin peşəkar inkişafını təbii ki, dəstəkləyəcək. Məlumat əsaslı hesabat yaratmaq. Təlimin effektivliyini ölçmək üçün məlumat əsaslı hesabat hazırlanır. Yəni, lövhədə gördüyünüz bu 5 maddə üzrə biz təlimin sonunda gözləntimiz odur ki, bu 5 nəticəni 30 müəllimimizə verə bilər. Çox sağ olun, diqqətiniz üçün təşəkkür edirəm. Əlavə sual olarsa, cavab verməyə. Yoxdursa, çox sağ olun.